Oyun keçdi, maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugün şanslıq və hakimlik məncə hər şeylədir ki, Kəpəz qalib gəldi. Yəni, ona görə də biz məğlub olduq. Necə olacağını deyə bilmərəm, amma onu bilirəm ki, rəhbəri nə qərar qəbul eləsə, onun arxasında olacam. Əgər mənim getməyim, dəfələrlə demişəm, kiməsə və kluba xeyir dəyəcəksə, niyə də yox. Amma digər tərəfi də ondan ibarətdir ki, biz Premyer Liqada qalmışıq və əgər növbəti mövsüm imkan versələr, yaratsaq, yaxşı komanda, ondan sonra Vagil Cavadovun işinə kimilərsə, hansısa bir insan və kiminsə haqqı olar ki, nəyisə deməyə. Amma inanıram ki, bugünkü gündə əlimdən gələni eləyirəm ki, komandam qalib gəlsin və yuxarı pillələrdə olsun. Maalesef bəzi şeylər var ki, hansı ki, bugünkü durumda bunu dəyişdirmək mümkün deyil. Bugünkü futbolda, müasir futbolda əgər qaçmasan, işləməsən, sənin həvəsin olmasa, mümkün deyil ki, sən qalib gələrsən. Bugünkü gündə Vagil Cavadovun üstünə çox şey atmaq olar. Bəlkə də mənim səhvlərim var. Amma onu da bilməlisiniz ki, bu komandanı mən qurmamışam. Bu komandada istəyim futbolçular olmayıb. Qışdan sonra cəmi 3 transfer eləmişik. Əlbəttə ki, nəticələr istər 8-ci yerdə, istər 9-cu yerdə. Amma fakt olaraq Premyer Ligada qalmışıq. Və yenə deyirəm, mənim getməyim Azərbaycan futboluna və Sumqayıt futboluna xeyir dəyirsə, kimlərsə bunu və rəhbərlik bunu qəbul eləsə, heç bir problem yoxdur, mənim hər an hazıram.